Düzdür, bəzi insanlar bununla razılaşmaya bilər. Bu onların seçimidir. Ancaq kimlər ki inanır, kimlər ki sınayıb, özü haqda, başqaları haqda məlumatları dinləyir və onların nə qədər özünə yaxın olduğunu hiss edir. Həm güclü tərəflərini görür. Elə bir tərəflərimiz var ki, biz onlardan xəbərdar deyilik. Ancaq həyat kodumuzu araşdıranda o qədər maraqlı məlumatlar öyrənirik ki, və bu da təbii ki, bizim həyat sferamızı yaxşılaşdırmaq, insanlarla münasibətimiz və digər sahələrdə də müsbət nəticə almağımıza kömək edir.